Selamun Aleyküm və Rəhmətullah. Baxın, burada Allah Azze və Cəllə İbrahim Aleyhisselam və İsmail Aleyhisselamın əməli haqqında xəbər verir. Buyurur ki, bir zaman İbrahim və İsmail müqəddəs evin bünövrəsini qaldırarkən belə dua etmişdi. Müqəddəs ev deyərkən Kəbə nəzərdə tutulur. Yəni, İbrahim Aleyhisselam və oğlu İsmail Kəbə evini bina etmişdilər. Və bunu Allahın əmri üzərə etmişdilər. Və ən gözəl bir şəkildə etmişdilər. İxlasla, sırf Allah üçün. Amma buna baxmayaraq, ey Rəbbimiz, bu əməli bizdən qəbul et. Həqiqətən sən eşidənsən, bilənsən deyərək çox təvazükar bir halda Rəblərinə qarşı ümid və qorxu içərisində dua edirdilər. Baxın, bu bizə bir çox şey öyrədir. Yəni, birincisi, biz bilməliyik ki, bizim etdiyimiz əməllərə Allah Azze və Cəllənin ehtiyacı yoxdur. Bizim ehtiyacımız var. Allah Azze və Cəllə etdiyimiz əməllər qarşılığında Allahın bizə verəcəyi səvablara. Allah Azze və Cəllə bizləri bu işlərlə mükəlləf eləyib, bəzi ibadətlərlə, bəzi əmrlər, qadağalar, bunlar hamısı bizim özümüzün faydasınadır və biz bu əməlləri edərkən elə düşünməməliyik ki, biz nəsə, belə deyək ki, Allaha qarşı bizdə bir minnət var. Xeyr, əksinə, biz bununla yanaşı, bu Allahın əmrlərini yerinə yetirməklə, qadağalarından çəkilməklə yanaşı dua eləməliyik ki, ey Rəbbimiz, sən bizdən bu etdiyimiz əməlləri gözəl bir şəkildə qəbul et. Çünki biz həqiqətən Allaha möhtac qullarıq. Və hal-hazırda biz Ramazan ayındayıq, gözəl bir aydayıq, xeyir mövsümündəyik, rəhmət qapıları açılıb və bağışlanma ayındayıq. Allah Azze və Cəllə bu ayda bizlərə oruç tutmağa əmr edib və oruç təqvaya səbəbdir. İnsanı Allaha yaxınlaşdıran gözəl bir əməldir. Və ona görə də biz oruç tutarkən sırf bunu Allah üçün tutmalıyıq, Allaha yaxınlaşmaq üçün tutmalıyıq. Və eyni zamanda Allahdan bizim bu tutduğumuz oruçları qəbul etməsi üçün ona dua etməliyik. Və necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, mən samə Ramazana imanən və ihtisabən ğufirə ləhu mə təqaddəmə min zənbih. Kim Ramazana imanla və əcrini Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Və təsəvvür edin, görün, bu nə qədər əzəmətli bir savabdır, nə qədər əzəmətli bir əməldir ki, yəni Allah üçün edirsən bu əməli və Allah sənin keçmiş günahlarının hamısını bağışlayır. Ona görə də biz Allahdan bizim etdiyimiz əməlləri qəbul etməsini istəməliyik, ona dua etməliyik. Baxın, İbrahim Aleyhisselam bizim üçün örnəkdir. İbrahim Aleyhisselam da bizim peyğəmbərlərdəndir. Biz ona da iman edirik, İsmail Aleyhisselama da iman edirik və digər bütün peyğəmbərlərə iman edirik. Bu imanın şərtlərindəndir. Baxın, nə deyir? Allahın əmri üzrə o Kəbə evini tikir və onunla yanaşı Allaha dua edir ki, ey Rəbbimiz, bizdən bunu qəbul et. Ona görə bax, məsələn, bugün oruç tuturuq. Allah Azze və Cəllə oruç tutmağı bizlərə əmr eləyib. Bizim boynumuzun borcudur ki, bunu tutaq. Və həmçinin bu bizim üçün bir xeyir qapısıdır, bağışlanma qapısıdır. Və eyni zamanda Allaha ümid eləməliyik, Allaha dua eləməliyik ki, bizdən onu qəbul etsin, bizim günahlarımızı bağışlasın. Və oruç çox əzəmətli bir ibadətdir. Oruç tutanlar üçün Allah qatında çox əzəmətli mükafatlar var. Və təsəvvür edin ki, hətta cənnətdə bir qapı var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, cənnətdə bir qapı var. Onun adı Reyyan qapısıdır. Qapının adı Reyyandır. Və o qapıdan ancaq oruç tutanlar keçəcək. Subhanallahul azim. Yəni, oruç tutmaq cənnətə girmək üçün vasitələrdən, səbəblərdən biridir. Və həmçinin oruç tutmaq çox əzəmətli bir əcr səbəbidir. Necə ki, Allah Azze və Cəllə qudsi hədisdə, yəni ilahi hədisdə buyurur ki, Adəm oğlunun bütün əməli onun üçündür. Hər bir əməli. Ancaq oruçdan başqa. Oruç sırf mənim üçündür. Yəni, gizli bir ibadətdir oruç. O deyir, öz yeməyini, şəhvətini mənim üçün tərk edir və mən də onun mükafatını verəcəm. Bax, digər əməllərə 10 qatdan 700 qata qədər əcr var. Hətta 700 qatdan da çox ola bilər. Amma deyir, oruçdan başqa. Orucu deyir, mən özümü mükafatlandıracam. Təsəvvür eləyin, digər əməllər, yaxşı əməllər. Bir qatdan 10 qat, yəni bir əməl eləyirsən, 10 qat artıq əcr verilir. Bir yaxşı əmələ 10 qat artıq və hətta bu 700 qata qədər arta bilər. Amma oruc, Allah Azze və Cəllə orucun mükafatını bundan da çox eləyir. Görün, oruc necə əzəmətli bir ibadətdir. Allah Azze və Cəllə hər birimizi Ramazan ayını gözəl bir şəkildə oruç tutmağını müvəffəq eləsin. Allah Azze və Cəllə bizim tutduğumuz oruçları qəbul eləsin. Allahümme amin.